Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Tutulacağı, yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 17-19, gündüz 26-31 dərəcə isti, atmosfer təzyiqi 759 mm civə sütun olacaq. Naxçıvan ərazisində gün ərzində arabir az yağıntı ehtimalı var. Temperatur 25-27 dərəcə isti olacaq. Rəsmi məlumata görə Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli, leysan xarakterli olacaq. Dolu düşəcəyi, səhər əksər rayonlarda yağıntıda fasilə olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.